4-6'ya qalmış partlayış oldu möhkəm. Partlayış səsinə çıxdı, gördük ki, hər yan yanır da, alır, qara tüstülər. Dedilər ki, təxliyə olmaq lazımdır. Bu da hansı ki, küləyə az tutan cənub tərəfdə xilas edici qayıqlar var. Onlara yaxınlaşmaq olmalı. Məcburi şimal tərəfdə olan qayıqlarla çıxartdılar. Aşağıda dalga çox olduğuna görə təmiz suya indirmədilər də, yuxarıda qaldı. Onda dedi ki, arada dalga vurdu, biz olan qayığı atdı patronun altına. İndi göstərirlər, hər halda görmüşdür. İlişdi, qaldı turbanın üstündə də. Həmin vaxtdan biz ələ aldıq. Əksəriyyəti içində olur. Amma 18 saat içində qalandan sonra fırqalardan gəlib dinən saat 1-in yarısı filas edir. Mənim özlərimiz biz tikinti uğraşdırma idarəsində eyni qayıqda 5 nəfər idik. 9 nəfər də o biri qayığa minmişdi və onlardan xəbərim olmadı. Amma bizim qayıqda olanlar hamısı salamat çıxdı. Çox böyük küləkli və dalğa var idi. Yəni biz Jilbokda oturmuşduq. Jilbokun platformanın şimal hissəsində yerləşən 2 dənə xət, boru kəmər xətti, kaskad. Birdən-birə qırıldı, yəni küləyin hissəsində qırıldı ortadan. Qırılmaqla qaz təzahürü baş verdi, qaz vurdu və yanğın baş verdi. Şimal hissədə yerləşdiyinə görə, külək də şimal-qərb olduğuna görə bütün platformanı artıq bürüdü, alov bürüdü. Və mən təhlükəsizlik qaydalarını ilk növbədə ilk addımı atdım ki, çıxım bayırda ayrışıyla, bizdə su ayrışıyla var, hansı ki su açmağa yaxın getmək mümkün olmadı. Yəni ki, artıq oralar yanırdı. Bəzi vasitələr vardı, onlara heç birinə yaxın getirə bilmədiyim üçün insanlar artıq toplama məntəqəsində toplanmışdı, hamısının jileti əynində toplanmışdılar. Və mən rəhbərliklə danışdım və qərar verdim ki, artıq təxliyə eləmə vaxtı. Ona görə ki, Jilbokun içərisində qara tüstü dolmuşdu, nəfəs almaq çətindir, ağırlaşmışdı. Və mən başladım cəmaatı evokasiya eləməyə, yəni şülübkalara mindirməyə. Bizdə şərqdə olan şülübkaya yanala bilmədik, yəni oradan minə bilmədik, çünki o anda tüstü boğulmuşdu, insanlar minə bilmədilər, məcbur olduq. Şimalda yerləşən 2 ədəd şülübkaya mindik, 2 ədəd xilas edici qayığa mindik. Xilas edici qayıqlarımızın biri 42 yerli idi. Hər şey bölüşdük, mindik, yəni ki, oradan da konkret şey elədim ki, mindik və dedim, salaq platformadan müəyyən su səviyyəsindən yuxarıya, aşağıya salmaq mümkündür, çünki çırpıb onsuz da sındıracaq. O ab-havadan, mühitdən ayrılaq. Yəni ki, orada qazma vışqası da vardı, qazma vışqasında altı əriyirdi, artıq o da Jilbokun üstünə gəlirdi, ərimək təhlükəsi, aşma təhlükəsi vardı. Və həmçində orada olan o qığılcımlı azadlar hamısı gəlirdi bizim üstümüzə. Xüsusi briqada gəldi. Deməli, biz qaldığımız yerin üstündə plaşatka var idi. Oradan yer açıldı. Sağ olun. Abstanovka quruldu və biz də oradan bir-bir həmin o baş edici vasitə ilə qaldırdılar. Tək-tək qaldırdılar. Önənkimiz biz oradan xilas olduq və Müslüman Hava gəmisi ilə bizi platformadan götürdülər. Bilirsiniz, oradakılar hamısı mənim yaxınım, mənim kollektivim, mənim işçilərim idi. Necə ola bilər? Hamısı mənim yaxınlarım idi. Sadəcə olaraq mən, əlimdən nə gəlirsə mən onu elədim. Orada biz birinci zərbə alan sonra gəmin içindəyiz. Xilas edici patronun içində. Zərbə alandan sonra demək olar ki, hamı qaldırdı. Orada ondan sonra kimisə qolu sındı, kimisə müsaade qaldırdı, qabırğaları sındı. Qan götürdü. Gəlmişik xəstələrə baş çəkək, iş yoldaşlarımıza. Çünki biz dünən getməliydik, o yanğına görə bizi göndərə bilmədilər. Onlar da xilas edildilər orada. İndi xəstənin yanına olmuşuq, vəziyyəti yaxşıdır. Biraz indi əzilib burun tərəfi, diş qoyublar. İndi yəqin ki, bir neçə gün saxlayarlar, buraxarlar. İtkin düşənlərimiz var. Bizim uşaqlardan var 7-8 nəfər. Ad soyadlarını bilirsin mənim? Burada Aliyek, Mahmudov Samir, familiyası yadındadır, Samir radistimiz.
Sonra Mahmudov ağa, Mikail, elektromontör. Kalanını tanımıram çünkü onlardan işlememişim ama hamısı adlar, familyalar var, çıxıb spesifikdadır. Sonra qayıq sınıb, onlar düşüblər dənizə. 2 nəfəri üzə-üzə çıxardıblar, qayıqdan tutaq da, o sınıqlardan tutaq da dənizdən çıxardıblar gəmidə. O 2 nəfər indi buradadır. Birinin yanından, ikisinin yanından da indi gəlmişik. Biri bizim elektromexanikimizdir, Ənvər Əliyev, bir də masterimiz Faiq müəllim. Onlar indi burada müalicədədirlər. Hə, onları çıxartdılar biraz. Müəllim, necə bir məlumat verərdiniz? Nə məlumat verir? Ünlü vəziyyət necədir? Neft şirkətinin rəhbərliyi Elmira xanım Süleymanova gəldik, sadəcə xəstələrə baş çəkdik. Bugün saat 1-də mətbuat konferansı oldu, məlumat verdik. Sokarın prezidenti dənizdədir. Yanğının söndürülməsiyle ve əsasən də itkin düşən adamların axtarışı ilə məşğul olan işçi qrupa rəhbərlik edir. Biz də gəlib xəstələrə dəydik. Vaxtlaşırı məlumat verəcəyik mətbuata, axtarış necə gedir. Xəstələrin vəziyyəti necədir? Xəstələrin vəziyyəti stabildir. Elə bir təhlükə yoxdur. Hamı danışa bilir. Hamı öz fikrini ifadə edə bilir. Bir həftə 10 gün ola bilər, 5 nəfər yatacaq, bir nəfərin qaburğasında problem var, ola bilər 1 ay yatacaq. Stabil, bir nəfər yanıq xəstəxanasındadır. 8 nəfər burada. İtkin düşənlərlə bağlı hər hansı bir İtkin düşənlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin və Xəzər Dəniz Gəmiçiliyinin və Sərhəd Qoşunlarının heyəti, gəmiləri, helikopterləri axtarış aparır. Türkmənistan, İran sərhədçiləri ilə sərhəd qonşuları tərəfindən danışılıb, razılıq alınıb ki, əgər onlar tərəfə bir cənazə tapılsa, dərhal bizə xəbər versinlər. Bütün balıqçı gəmilərinə, Xəzərdə bütün gəmilərə xəbər verdik. Sahil komandasına xəbər verdik və axtarış davam edir. Siz dünən sırağa gün olan küləyin sürəti və dalğanın hündürlüyü o qədər böyük idi ki, böyük ehtimalla dənizə düşənləri çox uzağa aparır. Çünki 50 kilometr uzaqlıqda o xilas etmə qayığının sınan bir hissəsi görünmüşdü, amma ona gedib çatana qədər orada gözdən. Bağışlayın, yataqda təhlükəsizlik tədbirlərinin düzgün qurulmadığı ilə bağlı iddialar var. Bundan şərhiniz verərsiniz. Mən düşünürəm ki, Cənab Prezidentin sərəncamı ilə dövlət komissiyası yaradılır və o komissiya hər şeyi araşdıracaq. Amma məndə elə bir məlumat yoxdur ki, orada təhlükəsizlik tədbiri ilə bağlı hansısa bir səhvlər olub. Əksinə, mən indi yuxarıda həmən özünün rəisi yatır, xilaslınanların içərisindədir. Onu ilə indi danışırdım. Təxliyə planına uyğun, təhlükəsizlik qaydalarına tam riayət olunmağına, işçilərin təxliyə planına uyğun hərəkət edirlər. Sadəcə küləyin sürəti o qədər böyük olub ki, o xilas etmə qayıqlarını estakadanın bu dirəklərinə çırparaq sındırmışdır. Üzr istəyirəm, deyirlər 4 qayıq olub təxliyə planından. Amma insanlara 2 qayıq... 4 xilas etmə qayığı olub, bugün də orada 2 dənə qayıq durur. Hər qayıqda 42 nəfər olmaqla Cənubi Koreya istehsalı olan ən müasir xilas etmə qayıqlardır orada, ən təzə xilas etmə qayığıdır. Hər qayıqda 42 nəfər tutur, onların 7 gün ərzində içməyə suyu, bütün arzuqaları həmən qayıqda olur.
Qayıq heç vaxt çevrilə bilməz. O yumurta tipli qaydası ilə hazırlanır. Amma çox təəssüf ki, əfsuslar olsun ki, qayığı dəmir dirəklərə çırparaq külək sındırır. Amma qayıq sınmayıb suya düşsəydi, onlar hamısı sağ-salamat olacaq. Alovun söndürülməsinə bağlı vəziyyət. Alovun söndürülməsi ilə məşğuldur. Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə heyəti, Vixr gəmiləri orada yanğının söndürmə Xəzər Dəniz Gəmiçiliyinin bir kran gəmisi bu gün oraya getdi. Onun üstündə əlavə avadanlıqlar quraşdırılır ki, yanğını söndürsünlər. Sağ olun. Sizin ümidiniz, son sualım, ümidiniz var mı bax bu dalğada, bu küləkdə onların itkin düşənlərin sağ tapılmasına? Allahın möcüzəsi çoxdur. İndi bir nəfərlə danışırdım. Burada xəstə yatan birisi sınan qayıqdan düşüb aşağı və bir dəmir parçasına ilişib, necə böyük sürətlə düşüb, oradan da düşüb yanan estakadanın üstünə və orada da sağ qalıb. Allahın möcüzələri çoxdur. Sağ olun. Ümid Allah'a qalır. Sağ olun.